Pakistanda ilk Asan Xidmət Mərkəzi fəaliyyətə başlayıb. İslamabad şəhərində Asan Xidmət Mərkəzinin açılış mərasimi keçirilib. Pakistan Asan Xidmət Mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır. Mərkəzdə Asan xidmət standartları, Asan könüllülük proqramı və Asanın innovativ həlləri tətbiq edilir. Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan Asan xidmət modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Couldn't have been established without Asan xidmətin yaradılması Azərbaycan prezidenti, mənim çox əziz qardaşım cənab İlham Əliyevin böyük dəstəyi olmadan mümkün olmazdı. Bu əməkdaşlıq misilsizdir. Bütün bu texnologiya prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən bizə hədiyyə edilib. Bu fürsətdən istifadə edərək sizin vasitənizlə cənab prezidentə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Mərkəz bugündən fəaliyyətə başlayıb və inşallah biz onu genişləndirəcək. Pakistanın digər bölgələrində də yeni mərkəzlər yaradacaq. Islamabad as a first step and then expanded